Onların təkcə istirahət üçün açdıqları süfrələri yarımçıq qalmadı. Elə gənc yaşlarında həyatları da sona çatdı. Ötən gün dənizin Mərdəkan qəsəbəsinə yaxın nəzarətsiz ərazidə 4 nəfərin boğulması ilə bağlı məlumat vermişdik. Təəssüf ki, 3 nəfərin meyti tapılsa da, batanlardan birinin axtarışları hələ də davam etdirilir. Bilmədim mənim balam dənizə gəlir. Mən nə bilim dənizə gəlir. Görməmişəm ki, deməyib mənə. Bilsəydim qoyardım balamı, qoymazdım ki, xahiş eləyirəm, yardım eləyin, kömək eləyin, balamı çıxardım, qurban olaram sizə. Çimərlik mövsümü başlar-başlamaz dənizdə boğulma halları hər ötən gün artır. Əsasən də bu bədbəxt hadisələr dənizin qeyri-çimərliyi və nəzarət olunmayan ərazilərində baş verir. Məsuliyyətsizliyi bir gündə 4 gəncin canını aldı. Məsələn, buradan giriblər, elə boğulan moment indi bir-birinə kömək eləyiblər, nə olub, ördü də gedib. Dalğa aparıb da küləkli hava olduğuna görə. Burada nəzarət də yox. Nəzarətsiz yerdir də, hər halda nəzarətsiz olan yerdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən mövsüm boyu maarifləndirici təbliğatlar aparılır. Bundan başqa həmin ərazilərə giriş və çimmək qadağandır lövhələri asılır. Yenə də fayda vermir. Hər il dənizin qeyri-çimərlik ərazilərində onlarla insan boğulur. Təkcə iyun ayının 1-dən bugünkü tarixə kimi 12 nəfər dənizin qeyri-çimərliyi ərazilərində boğulub. Ötən gün dənizdə boğulan 4 nəfərin qaladığı bu ocaq və yemək stollarından görsənir ki, onlar dənizə bu ərazidən, yəni nəzarətsiz hissədən daxil olublar. Ancaq təəssüflər olsun ki, bir addımlıqda ictimai çimərlik fəaliyyət göstərir və bu hissədə Fövqəladə Hallar Nazirliyinin dalıcıları dənizə nəzarət edirlər. Ötən gün batan 4 nəfərdən 3-ü aidiyyəti üzrə tapılaraq meyidləri ailələrinə təhvil verilsə də, hazırda Pərviz Məcidovun axtarışları xilasedicilər və dalıcılar tərəfindən davam etdirilir. Təəssüf ki, ötən gün dənizdə baş vermiş bədbəxt hadisə nə ilk, nə də son olmayacaq. Məsuliyyətsiz insanlar özləri ilə yanaşı dənizin ölüm saçan ərazilərində azyaşlıları da təhlükə atırlar. Fövqəladə Hallar Nazirliyi isə əhaliyə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı çağırış edir. 3 kilometr kənarda 4 nəfərin suda batması barədə məlumat daxil olmuşdur. Məlumat alındıqdan dərhal sonra Nazirliyin kiçik həcmli gəmilərə nəzarət və sularda xilas etmə dövlət xidmətinin dalğıc axtarış qrupları hadisə yerinə cəlb edilmişdir. 3 nəfərin cəsədi sudan tapılaraq çıxarılmış və suda batdığı ehtimal olunan bir nəfərin axtarışları isə hələ də davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış kütləvi maarifləndirmə işlərinə baxmayaraq təəssüflə bildirməliyik ki, hələ də bəzi vətəndaşlar küləkli havada, dalğalı dənizdə, o cümlədən nəzarətsiz qeyri-çimərlik ərazilərindən istifadə edirlər ki, bu da sonda acı nəticələrə səbəb olur. Bildiririk ki, nəzarətsiz qeyri-çimərlik əraziləri sualtı relyefə müxtəlif, eyni zamanda sualtı axınların sürəti olduqca sürətli və qeyri-məhdud görüntüyə malik olduğu üçün həmin ərazilərdən istifadə etmək həyat və sağlamlıqla olduqca təhlükəlidir. Hazırda Xəzər dənizinin Şıx, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşaq qəsəbələri ərazisində vətəndaşların istifadəsi üçün ödənişsiz ictimai çimərliklər fəaliyyət göstərir. Bu çimərliklərdə istirahət edənlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri infrastruktur yaradılıb. Rəşad Vəkiloğlu, Məhəmməd Həsənzadə, Space xəbər.